Bismillahirrahmanirrahim. Müsəlman dünyasında, xüsusən də Əhl-i Beyti sevənlərin arasında Əyyam-ı Fatimiyyə adlanan günlər var. Nədir Əyyam-ı Fatimiyyə? Və o günlərin faydası nədir? Nə üçün o günləri keçirdirsiniz? Xanım Fatimə Zəhra salamullah əleyhə o günlərin nə bağlılığı var? Ümumiyyətlə, o günlər bu günləri bizim üçün əhəmiyyət daşıyır ya yox? Keçmişdə olan günlərdir. Onlardan biz nə üçün danışmalıyıq? Əyyam-ı Fatimiyyə, əyyam günlər, Fatimiyyə yəni Fatimiyyə günləri. Salamullah əleyhə. Xanımın şəhadət günlərinə Əyyam-ı Fatimiyyə deyilir. Nə üçün bir gün deyil? Yevmul Fatimiyyə. Yox, Əyyamul Fatimiyyədir. Fatimiyyə günü yox, günlərdir. Cəm halda deyirsiniz. Xanım Peyğəmbərdən sonra, atasından sonra Allahın salamı olsun ona və Əhl-i Beytinə çox az yaşamışdır. Daha doğrusu, şəhid olmuşdur. Etibarlı mənbələrə əsasən. Şəhid olduğu, xanımın vəfat etdiyi, dünyasını dəyişdiyi günlər iki etibarlı mənbə var. Biri Peyğəmbərdən sonra 75 gün sonra, biri də Peyğəmbərdən 95 gün sonra. 75 ilə 95-in arasında olan günlər Fatimiyyə günləri, Əyyam-ı Fatimiyyə adlanır, salamullah əleyhə. Və Əhl-i Beyti sevənlər bu günləri matəm saxlayırlar. Peyğəmbərin yeganə yadigarı qalan, yeganə övladı və Qur'an-ı Kərimə Peyğəmbər Əhl-i Beytin buyurduğuna əsasən ən üstün, fəzilətli xanımlardan biri olan Əhl-i Beytdən olan xanım olduğuna görə onun şəhadət günləri də xüsusi əhəmiyyət daşıyır. Biri 13-ü Cəmadül Əvvəl 75 gün sonra, biri də Cəmadü Saninin 3-ü 95 gün sonra. Bu ikisinin arası 20 gün Əyyam-ı Fatimiyyə şəhadət günləri adlanır. Xanım Peyğəmbərdən sonra nə zaman dünyasını dəyişmişdir? Dediniz ki, 75 yoxsa 95. Deməli, xanım tez dünyasını dəyişib. Onda xanım neçə il ömür etmişdir? Bəli, xanımın ömrü çox qısa olmuşdur. Və Peyğəmbər özü ona xəbər vermişdir. Allahın salamı olsun və Əhl-i Beytinə, həm Əhl-i Sünnə qardaşlarımızın, həm də Əhl-i Beyt alimlərinin kitablarında Peyğəmbər dünyasını dəyişəndə xanım ağlayanda onu çağırıb qulağına bir söz deyib və sonradan bəlli olub ki, ona buyurduğu söz bu olub ki, Peyğəmbərin mənə Əhl-i Beytimdən ilk qovuşan şəxs sən olacaqsan. Və xanımın özü salamullah əleyhə Peyğəmbərdən sonra çox az yaşayıb, 18 yaş Kuleyninin nəqlinə əsasən, Şeyx Kuleyninin nəqlinə əsasən ən məşhur budur və əlavə də olaraq İmam Muhammed Baqir əleyhissalamdan da nəql olunur Təbərsi Ə'lamul Vəra kitabında 23 yaş deyənlər olublar. 18 yaşdan 23 yaşa. Hər halda cavan dünyasını dəyişib. Xanım harada dəfn olunmuşdur? Xanımın qəbri məlumdur ki, nə üçün bugün Peyğəmbərdən yadigar qalan yeganə qızı Qur'an-ı Kərimə əsasən, Peyğəmbər Əhl-i Beytinə əsasən, Əhl-i Beyt alimlərinə əlavə, Əhl-i Sünnə qardaşlarımızın kitablarına əsasən belə bir üstün xanımın bugün qəbri nə üçün məlum deyil? Nəyə görə onun ölümü gizli saxlanılır? Qəbri gizli saxlanılır? Cavab. Xanımın dəfnində 4 yeri deyiblər. 1. Öz evi. Məşhur nəzərə əsasən alimlər Şeyx Saduq, İbn-i Tavus, Allahın mədlisi və digərləri buyururlar ki, xanım ən etibarlı mənbələrimizə əsasən öz evində, öz vəsiyyətinə əsasən dəfn olunmuşdur. Və İmam Rıza əleyhissalamdan bu barədə bizə çatan bir hədis var. İmam buyurur ki, xanım Fatimə salamullah əleyhə öz evində dəfn olunmuşdur. Şeyx Saduq Məanil Əxbar kitabında bunu qeyd edib. 2. İkinci xanımın qəbri ehtimal verilən yerlərdən biri Rozatun Nəbi, ya Roza-i Mütəhhərə, ya Roza-i Şərifə də deyirlər. Həccə gedənlər bilirlər. Peyğəmbərin evi ilə minbərinin arası olan məsafə behişt bağlarından biri hesablanır. Həm Əhl-i Sünnə qardaşlarımız, həm Əhl-i Beyt alimlərimiz həmin yeri çox təkid edirlər. Orada namaz qılmaq, ibadət çox fəzilətli hesab olunur. Həccə gedənlər bilirlər. Həmin o yerin özü behişt bağlarından biridir. Xanım orada dəfn olunmağı ikinci ehtimal kimi verilmişdir. Hətta həmin yerin Peyğəmbərdən nəql olunan hədisə əsasən Məanil Əxbar kitabında Şeyx Saduq nəql edir ki, behişt bağı olmağının səbəblərindən biri də budur ki, orada Fatimə dəfn olunub, salamullah əleyhə. Behişt bağlarındandır. Nəyə əsasən bu qədər qiymətlidir? Bütün müsəlmanlar orada namaz qılırlar. Çünki orada behişt bağı, behişt bağında fəziləti xanımın orada dəfn olunmağı ilə bağlıdır. Xanımın fəziləti o qədərdir ki, onun orada dəfn olunmağı o parçanın, o hissənin behiştin bir hissəsi hesab olunmağına səbəb olmuşdur. 3.
Bəqi qəbirstanlığı. Müsəlman dünyasında Mədinə şəhərində bir qəbirstanlığı var. Adı Bəqi qəbirstanlığıdır. Üçüncü ehtimal xanımın orada dəfn olunmağıdır. Dördüncü Əqilin evi. Həzrət Əlinin qardaşı Əqil İbn Əbi Talibin evi var. Əlbəttə indi buyururlar ki, hələ Bəqi qəbirstanlığına birləşdirilmişdir. Onun evində dəfn olunmuşdur. Həmin o yerdəki bizim 4 imamımız var. 4 imamımızın qəbri Mədinədə Bəqi qəbirstanlığındadır. O əvvəl Əqilin evi olub, indi Bəqidən hesab olunur. Xanım da bir ehtimala əsasən orada dəfn olunmuşdur. Dediyimiz kimi bu 4 dənə nəzərin arasında ən məşhur nəzər hansıdır? Ən məşhur nəzər öz evində dəfn olunmağıdır. Və bu barədə Şeyx Tusi və digərləri nəql ediblər ki, ən etibarlı bu hesab olunur alimlərin nəzərində. Bəs Əhlüsünnə qardaşlarımızın kitablarında Bəqi də deyənlər olub, amma Əhlüsünnə alimlərindən şiələrin fikrini qəbul edən onun öz evində ya Peyğəmbərin minbəri ilə evinin arasında, qapısı arasında dəfn olunmağında deyənlər var. Bunların arasında İbn Cəvzi Məsirul Qəram kitabında yaxud da ki Mir'atuz Zaman fi Təvarixil A'yan kitabında toxunub ki, xanımın özü öz evində yaxud da Rovzatun Nəbi sallallahu aleyhi və aleyhi və səlləmdə, yəni Rövzə-i Şərifədə dəfn olunmuşdur. Başqa bir sual bundan ibarətdir. Xanımı kim dəfn etmişdir? Dəfni gizli olmuşdur, qəbrin yeri məlum deyil, bəs dəfnini kim yerinə yetirmişdir? Bizim əqidəmizə əsasən Əhl-i Beyt imamlarımızın buyurduqlarına əsasən məsumu ancaq məsum dəfn edə bilər. Kimsə kömək edə bilər, amma məsum şəxsi ancaq məsum dəfn eləməlidir, namazın qılmalıdır və vaciblərin dəfində olan vacib əməlləri yerinə yetirməlidir. Həzrət Əli əleyhissalam xanımın bütün o vacib dəfn mərasimi yerinə yetirib və burada xanımlardan Əsma bint Ümeys burada o xanıma dəfnində Həzrət Əleyhissalama kömək etmişdir. Bunu Bəlazəri Ənsabul Əşraf kitabında, Təbəri Tarixul Üməm vəl Muluk kitabında bu barədə danışıb. İmamın namazı qılınmağından əlavə kimsə namaz qılınmağa xanıma tövfiq tapıbmı? Bəzi tarixi kitablarda Həzrət Əli Əleyhissalamın vacib namazından əlavədə cənazə namazında xüsusi adamlar iştirak eləyiblər. Və onların arasında İmam Həsən, İmam Hüseyn əleyhissalam, Peyğəmbərin əmisi Abbas, Miqdad, Salman, Əbu Zər, Əmmar, Əqil, Zübeyr, Abdullah ibn Məsud Peyğəmbər sahabələrindən, Fəzl ibn Əbbas və başqalarında adları qeyd olunub ki, onlar da xanımın dəfnində iştirak ediblər. Və İmam Əli əleyhissalam xanımı dəfn edəndən sonra bu vəsiyyət xanımın öz vəsiyyətidir. Məni gecə ilə dəfn elə, mənim qəbrimin yeri məlum olmasın. Həzrət Əleyhissalam onun qəbrində heç bir nişana qoymur. Daş qoymur ki, nişana. İslamda icazə verilir, qəbrin yeri məlum olsun, ona bir nişana qoyulsun, tanınsın. Amma xanımın öz vəsiyyətinə əsasən qəbrin yeri nişana belə qoyulmadan dəfn olunur. Və bəzi kitablarda var ki, sonra da kimlərdəsə şübhə oyatmasın. Çünki bilirdilər, sabahsı gün soruşacaqlar, Peyğəmbərin qızı dünyasını dəyişibsə, niyə bizə deyilməyib? Necə ola bilər bugün Peyğəmbərin minbərində əyləşənlər, Peyğəmbərin xəlifəsi olduğunu iddia eləyənlər, Peyğəmbərin yadigarı, yeganə övladı, qızı dünyasını dəyişir, ona cənazə namazı qıla bilmirlər. Normalda cənazə namazının hamısı iştirak eləyərdilər. Ona görə İmam Əli əleyhissalam 7 yaxud da 40 qəbir düzəldir. Bəzi kitablarda var ki, yeri məlum olmasın. Bəzi kitablarda hətta var ki, mənbələrdə bəzi adamlar zorla qəbirləri açıb xanımın qəbrinin yerini bilmək istəyiblər. Amma İmam Əli əleyhissalamın müqaviməti ilə rastlaşıblar. Hətta İmam Zülfüqar qılıncın özünə əlinə götürüb və çox qəzəbli formada onlara başa salıb ki, bu iş qadağandır, vəsiyyəti pozmaqdır. Bu Peyğəmbərin qızının vəsiyyətidir, salamullah əleyha. Və onlar da bu işdən, fikirdən daşınıblar. Yaxşı, ən əsaslı sual, nə üçün xanım bu vəsiyyət elədi? Nə üçün Peyğəmbərin qızının qəbrinin yeri bəlli olmamalıdır? Allahın salamı olsun ikisine də. Dediyimiz kimi, bu xanımın öz vəsiyyətidir. Amma vəsiyyətinin səbəbi, fəlsəfəsi bundan ibarətdir ki, xanım dünyasını dəyişəndə istəyirdi özündən sonra müsəlman dünyasına Peyğəmbərdən sonra baş verən hadisələrlə bağlı mesaj versin. Xanım etiraz etdiyi mövzular 1. Allahın əmri ilə, Peyğəmbərin göstərişi ilə müsəlmanlara rəhbər təyin olunan, həyat yoldaşı olduğuna görə yox, əri olduğuna görə yox, Əli ibn Əbi Talibin haqqı tapdalanır, evinə hücum çəkilir, zorla məscidə aparılır və ilaxır, hətta qapısı yandırılır. Həyat yoldaşına da
hörmətsizlik olur xanım Fatimə Zəhraya salamlar. Bütün bu işgəncələrə, haqsızlıqlara etiraz etmiş olur. 2. Fədək bağları zorla ondan alınır. Bu barədə bizim danışığımız var. İstəyənlər müraciət edə bilərlər. Fədək bağları nədir? Harda yerləşirdi və kim tərəfindən Allahın əmri ilə, peyğəmbərin göstərişi ilə xanım Fatimə Zəhra salamun əleyha verilmişdi. Quran-Kərimdə bununla bağlı ayələrdə işarələr var. Və atizəl qurba haqqə ayəsi onunla bağlıdır. Yaxınların haqqını ver ayəsi. O cümlədən də müsəlmanların Həzrət Əlini tək qoyub, Allahın əmri ilə təyin olunan, haqq olan rəhbəri tək qoyub vəfasızlıq eləməyinə görə etiraz edirdi. Xanımın bu etirazı bütün Peyğəmbərdən sonra baş verən hadisələrə etiraz olaraq tarixdə bugün də bu sualları qoyublar bizim qabağımıza. Nə üçün xanım bu işi gördü? Necə bir insan gecə ilə gizli dəfn olunmağını arzu edə bilər, vəsiyyət edə bilər, tapşıra bilər? Hətta bəzi vəsiyyətlərdə var ki, at çəkib ki, filan kəslər mənim dəfnimdə, cənazə namazında iştirak etməsin. Nə idi xanımı buna vadar edən? Bugün də bu suallar durur. Bu sualları araşdıranlar Peyğəmbərdən sonra müsəlmanların başına gələn hadisələrin hansı səmtə getdiyini, hansı əllərin burada rolu olduğunu başa düşürlər. Ona görə də tarix boyu baxırıq, çox insanlar haqqı tapmaqdan ötürü Peyğəmbərdən sonra Allahın salamı olsun ona və əhl-i beytinə kimin haqq rəhbər olacağını, kimin ardıca getməli olduğunu başa düşmədən ötürü bu hadisələri analiz ediblər, təhlil ediblər, hətta haqqı qəbul ediblər, fikirlərini dəyişiblər və bütün müsəlmanlara çox təsirli olub, hətta şairlərlə belə bundan təsirləniblər və hamımızın tanıdığı Azərbaycanlı Təbrizdən olan şair, məşhur tanıdığı Muhammed Hüseyn Şəhriyar da xanım Fatimə Zəhra salamın əleyha gecə dəfni ilə bağlı fars dilində bir şeiri vardı ki, inşallah maraqlananlar onun haqqında araşdıra bilərlər. Hadisəni qısa necə çatdıraq? Hadisə necə olub? Peyğəmbərdən sonra Peyğəmbərin vəsiyyətinə əməl olunmur. Həzrət Əleyhisselamın rəhbər Allah tərəfindən əmr olunmuşdu. Qədirxumda bütün müsəlmanlardan beyət alınmışdı. Amma buna baxmayaraq Peyğəmbər dünyasını dəyişən kimi başqaları Peyğəmbərin yerinə iddia edirlər, xəlifə olduğunu deyirlər. Və xanım Fatimə Zəhra salamın əleyha Həzrət Əleyhisselam və o cümlədən də bir neçə sahabələr müxalifət edirlər, etiraz üçün xanım Fatimə Zəhra salamın əleyhanın evinə yığışırlar. Bu evdə yığışıb Peyğəmbərdən sonra haqq olan əlini qəbul edib digər xəlifələr qəbul etməyənlərin hadisəsini Yəqubi öz tarix kitabında, İbn Kəsir özünün tarix kitabında, İbn Hişam Sirətün Nəbəviyyə kitabında nəql etmişdir. Yığışanlar kim idi? Həzrət Əlini qəbul edirdilər, Peyğəmbərdən sonra digər xəlifələri qəbul etmirdilər, Peyğəmbərin vəsiyyətini, Allahın əmrini təkid edirdilər. Salman, Əbu Zər, Əmmar, Miqdad, Ubey ibn Kəb, Ubey sahabələrdəndir, Abbas, Peyğəmbərin əmisi İbn Əbdülmüttəlib və Bəni Haşimdən olan və digərlərdə adları var ki, bunlar etiraz üçün xanım Fatimə salamın əleyhanın evinə yığışmışdılar. Bu zaman xəlifələrin əmri ilə evə hücum çəkilir. İbn Qüteybə Əl-İmamə və Siyasa kitabında nəql edir ki, evə hücum çəkildi və orada olanların hamısına zorla aparmaq, hətta qapıya od vurmaq, təhdid etmək belə əmr olundu. Bu barədə Əhl-i-Sünnə alimi İbn Əbdürrəbbəh Əndəlüsi Əl-Əqdül Fərid kitabında 5-ci il səhifə 13-də açıq-aşkar danışır ki, xanımın evinə hücum çəkildi və xanımın evində olanları zorla apardılar və təhdid elədilər ki, qapını yandırmaqla. Sonda hücum çəkdilər, qapının özündə yandırdılar və xanımın bətnində olan Möhsün adlanan uşaqdakı dünyasını dəyişib şəhidi olub və bu barədə də Əbdülkərim Şəhristani Əhl-i-Sünnə alimi Əl-Miləli və Nihəl kitabında Əhl-i-Sünnə alimlərindən nəql edir ki, uşaq xanım Fatimə salamın əleyhaya dəyən zərbilərin nəticəsində uşaq bətnində sikt olur, yəni düşür. Bunu qeyd ediblər və hadisə haqqında danışan bütün Əhl-i-Sünnə alimlərinin kitablarını bir-bir diqqətinizə çatdırıram. Əl-Musənnəf İbn Əbi Şeybə, Ənsabul Əşraf, Əl-İmamə və Siyasa İbn Qüteybə, Tarixi Təbəri, Əqdül Fərid, Mizanul E'tidal və müasir Misirli alim Əhl-i-Sünnə Əbdülfəttah Əbdülməqsud özü Həzrət Əleyhisselam haqqında bir kitab yazıb, bu kitabında qeyd ediblər. Hadisə o qədər acı olur. Bunun nəticəsində xanım Fatimə Zəhra xəstələnir, yatağa düşür, uşağını itirir və aldığı zərbələrdən dünyasını dəyişir. Buna görə də bir neçə nəfəri dindirmir hətta. Xanım Fatimə Zəhra salamın əleyhanın özündən sonra, Peyğəmbərdən sonra xəlifə seçilənlərlə yaman qalması, onları dindirməməsi və onlara qəzəb etməsi bu günlərdə Səhih Buxaridə, Kitab-ı Fərzul Xums kitabında və o cümlədən Səhih Müslimdə gəlmişdir. Xanım Fatimə Zəhra Əbu Bəkirlə acıq elədi, bu hadisələrdən incidi, narahat oldu, onu dindirmədi və fələm tukəllimhu,
hətta tuvuffiyət, ölənə qədər onları dindirmədi. Kitab-ül Məğazi Səhih Buxaridə buna baxa bilərsiniz. Müslümin də Kitab-ül Cihad və Sir Əl-Məğazi kitabında nəql olunur və o cümlədən də xanımın qəzəblənməyi haqqındakı xanımın özü qəzəbi haqqında Səhih Buxaridə vardır. Peyğəmbər buyurur, Fatimə-i Zəhra salamü əleyhə mənim bir parçamdır, bir hissəmdir. Onu qəzəbləndirən məni qəzəbləndirmişdir. Fatimətu bəz'atun minni fəmən əğzabaha əğzabəni. Səhih Buxari Kitab-ı Fəzailus Səhabə bu nəql olunmuşdur. Əlbəttə, bəzi kitablarda sonradan onların xanım Fatimə-i Zəhra salamü əleyhədən üzr istəməyə gəlməsi də vardır. Gəliblər xanım Fatimə-i Zəhradan üzr istəməyə, xanım amma acığından, onlara olan qəzəbindən onları qəbul eləmir. Onlar Həzrəti Əleyhisselamı vasitəçi qərar verirlər. Sonda xanım onlara üzün tutur. Səhih Buxaridə, Müslimdə olan hədis ki var, Peyğəmbər buyurur, Fatimə mənim bir parçamdır, hissəmdir, onu qəzəbləndirən məni qəzəbləndirib. Bu hədisi onlara deyir, onlardan etiraf alır və onlara olan qəzəbini bildirir. Onlar ki, üzrxahlığa gəlmişlər. Bunu İbn Qüteybə Dinəvəri Əl-İmamə və Siyasa kitabında nəql etmişdir. Və nəticədə xanım şəhid olur. Öz vəsiyyətinə dediyimiz kimi gizliyində dəfn olunmağını istəyir. Cəmaatı ayıltmaqdan ötürü tarixdə bir mesaj qoysun deyə. Və sonuncu bəhsimiz budur ki, kimsə sual verə bilər ki, bugün bu tarixi hadisələri danışmağın nə faydası var? Əlbəttə, biz qəbul edirik ki, bu günləri tarixi hadisələrin üstün örtmək olmaz. Tarixi həqiqətlər üzə çıxmalıdır. Amma ixtilaf yaratmaq, təhqir etmək, əhl-i-sünnə qardaşların hətta müqəddəs bildiyi xəlifələri belə söyməyi, alçatmaq olmaz. Bu müsəlman qardaşlığını pozur. Bəzən görürük, əhl-i-sünnə qardaşlarımız da bizim məsum bildiyimiz imamlarımıza belə iradlarını bildirirlər. İmam bilmirik, qəbul etmirik. Öz kitablarında imamlarımızla bağlı bəzi sözlər deyirlər bizə. Təhqir etmədən biz onları dinləyirik. Bu tarixi həqiqətlərdir. Elmi bəhslərin qapısını bağlamaq olmaz. Biz ateistlə, Allahı inkar edənlərlə belə söhbət edirik. İndi müsəlman olaraq Peyğəmbərdən sonra bu hadisələri elmi formada, tarixi həqiqətlər üzə çıxsın deyə danışmağın heç bir eybi yoxdur. Faydası nədir? Bir, faydası budur ki, dünyasını dəyişən insan kiçik bir insan deyil. Xanım Fatimə-i Zəhra salamü əleyhə sünni və şiə qardaşların buyurduqlarına əsasən bütün dünyada olan xanımlardan dünya və axirət, behişt xanımların ən üstünüdür. Seyyidət-i Nisa'l aləmindir. Peyğəmbərin yeganə övladıdır. Dünyaya gəlməyi, adının qoyulmağı, ərə verilməyi belə Allahın əmri ilə olub. Quran-ı Kərimdə Əhzab surəsi 30-cu ayə əsasən Əhl-i Beytdən olan xanımlardandır. Ki, Əhl-i Sünnə bir neçə xanım, amma biz bir xanımı bilirik ki, o Fatimədir. Fatimənin əbası çininə atdığı xanım Fatimədir. Salam əleyhə. Ali-İmran surəsi 61-ə əsasən Peyğəmbərlə çiyin-çiyinə İslamın haqq olduğunu Allaha dua edib xristiyanlarla mübahilə məclisinə gedən yeganə xanımdır. Allah Teala o ayədə qadınları cəm gətirib Nisa-əna, Zəməxşəri Əhl-i Sünnə alimi buyurur ki, bir qadın gedir. Allah bütün qadınları orada qeyd edir. Xanım Fatimə-i Zəhra ümmətin qadınlarının adında belə məclisdə iştirak edən xanımdır. Və ən əsasdır, o qapı ki, evinə hücum çəkildi, yandırıldı. Nur surəsinə əsasən o qapının özü Allah Taala'nın təriflədiyi qapılardandır. Baxın, mən sizə Cəlaləddin Suyutinin Əd-Durrul Mənsur kitabından Nur surəsinin 36-cı ayəsini deyirəm. Ayədə ki, Allah Teala buyurur ki, fi buyutin əzilallahu ən turfa'a və yuzkara fiha ismuh. Allah Teala izin vermişdir, orada onun adı çəkilsin. Nəql edir ki, birinci xəlifə Əbu Bəkir ayağa qalxıb soruşdu. Quran-ı Kərimin Nur surəsində olan Allah o evdən danışır. O evlərdə adının çəkilməsinə icazə vermişdir. O ev kimin evidir? Peyğəmbər buyurur ki, o ev Fatimənin evidir. Əvvəldə Peyğəmbərlərin evidir. Sonra Peyğəmbər deyir ki, hətta ən min əfadiliha, hətta ən üstün evlərdəndir. İndi Quran o evi tərifləyib. Peyğəmbərlərin evindən biridir o. O qapını yandırmaq tarixdə qalıb. Biz bunu danışmaqla nə qəbahət edirik? Ona görə bunları demək lazımdır. Və insanlar qoy bilsinlər. İkinci məsələ burada tarixi həqiqətlərdən əlavə Peyğəmbərdən sonra kimin yolun gedək söhbətidir. Olan olub, keçən keçib. Amma bugün də bu aktualdır. Peyğəmbərdən sonra kimin yolunu tutaq? Peyğəmbərdən sonra kimin yolunu tutmaq mühümdür. Bizim əqidəmizə əsasən Peyğəmbərdən sonra yol Quran və Əhl-i Beytin yoludur. Və əvvəldə bu yol dəyişilib. Və bu günləri bu yolu tutmaq, davadalaş eləmədən hamısının hörmətini saxlamaqla yenə də Əhl-i Beytin qapısına qayıtmalıyıq. O yandırılan qapıya qayıtmalıyıq. O qapı ki yandırılıb, o qapıya qayıtmasaq, yenə də yolumuzu düzgün getmiş olmarıq. Mən demirəm, Peyğəmbər deyib ki, bu ikisindən yapışın ki, yolunuzu azmayasınız. Lən tadillu bə'di, Quran və Əhl-i Beyt.
Əgər kimsə bundan yapışmıbsa, Peyğəmbərin buyurduğuna əsasən yolunu azmışdır. Tarixi həqiqətləri danışırıq ki, bugün də kimsə özünə yol seçmək istəyirsə, həqiqət açılsın, özünə yol seçsin. Ona görə, yoxsa bir daha deyirik, ixtilaflara getmək olmaz, düşmənçilik aparmaq olmaz. Xüsusən əhl-i sünnə qardaşlarımızın özünə müqəddəs bildiyi, təriflədiyi həm xəlifələrə, həm digər sahabələrə hörmətsizlik etmək, söymək olmaz. Bu bizim əqidəmizdir. Əyyam-ı Fatimiyyə günlərini İmamlar qeyd edibmi? Allahın salamı olsun onlara. Bəli. Əlimizdə olan mənbələrə əsasən bu günləri qeyd olunan bu şəhadat günləri həm də Əhl-i Beyt imamlarımız tərəfindən qeyd olunmuşdur. Bir, Həzrət Əleyhisselam. Həzrət Əleyhisselam sırf xanım Fatiməni dəfn eləmir. Salamun aleyha. Bununla da sanki bir ölü bastırılmalıdır deyə iş bitmir. Həzrət Əleyhisselam matəm saxlayır. İmam Hüseyn Əleyhisselamın nəqlinə əsasən Həzrət Əleyhisselam bu müsibətə ağlayır, sanki öz övladını itirmiş bir ana kimi nalə eləyir. İmam Hüseyn nəql edir ki, gördüm atam belə eləyirdi. Və Peyğəmbərə qızına olan işgəncələrdən şikayət eləyir. Onun üçün matəm saxlayır və bu barədə İmam Əli əleyhissalam danışmışdır. O cümlədən də İmam Sadiq əleyhissalamdan var ki, İmam Sadiq əleyhissalam xanım Fatimə Zəhranın şəhadəti haqqında məclis tutub, öldürülən körpə, bətnində olan uşağı Möhsindən danışıb, hətta elə ağlayıb ki, gözünün yaşı saqqalına, mübarək saqqalına belə bulaşıb. Bunu Əl-Hidayətul Kubra kitabında Xəsibi, o cümlədən də Bəhrani Əl-Əvalim kitabında və digər Tusi Əl-Amali, Küleyni Kafi kitabında bizim Əhl-i Beyt alimlərimizin nəql etdiyi hədislərdə gəlmişdir. Yaxşı. Alimlər bunu qeyd ediblər, yoxsa bu sonradan bəzilərinin dediyinə görə son zamanlarda yaranan məclislərdir, İrandan gəlmişdir. Xeyr, baxırıq tarixə, hələ Osmanlı İmperiyasının dövründə Nəcəf şəhərində böyük tanınmış alim Axund Xorasani tərəfindən Nəcəf şəhərində xanım Fatimə Zəhra salamun aleyhanın şəhadət günləri qeyd olunur. Və bu günlərdə İranda, İraqda, Pakistanda, Azərbaycanda və dünyanın hər yerində əsasən saydığım ölkələr ki, Əhl-i Beyti sevənlərdirlər, Əyyam-ı Fatimiyyə salamun aleyha, xanım Fatimə Zəhra salamun aleyhanın şəhadət günlərdə qeyd olunur. Və tarixdə də əlavə baxırıq ki, keçmiş dövrlərdə bu hadisə qeyd olunmuşdur. Və bu məclislərin bəs faydası nədir? Bizim burada nə vəzifəmiz var? Qur'an-ı Kərimin Şura surəsinin 23-cü ayəsinə əsasən Peyğəmbərimiz çəkdiyi zəhmətlərin, risalətin, Peyğəmbərliyinin Allahın salamı olsun ona və Əhl-i Beytinə əvəzində bir şey istəyib. Quran ayəsidir. Qul la əsəlukum aleyhi əcra illəl-məvaddətə fil-qurba. Peyğəmbərliyimin əvəzində bir şey istəyirəm. Heç bir əcr, mükafat istəmirəm. Məndən sonra məhəbbət, məvəddət kimə? Əhl-i Beytimə, yaxınlarıma. Bu ayənin təfsirində biz bu barədə ayrıca danışmışıq. İstəyənlər müraciət edə bilərlər. Açıq-aşkar buyurur ki, Peyğəmbərə sual verirlər. Səndən sonra sevməyə əmr olduğumuz, məvəddətinə, məhəbbətinə əmr olduğumuz şəxslər kimlərdir? Peyğəmbər adın çəkdiyi şəxslərdən biri də Fatimədir. Salamun aleyha. Vəzifəmiz bugün Peyğəmbəri sevirsə, Peyğəmbərin yolun getdiyini iddia edirsə, Quran deyir Peyğəmbərin əvəzini verməlisən. Muzdu var. Muzdu nədir? Peyğəmbər deyir ki, qızım Fatiməni sevməkdir. O sevginin bir nişanəsi salamun aleyha onun şəhadət günlərini qeyd etməkdir. Peyğəmbər həmçinin buyurub, Fatimə mənim bir parçamdır. Deməli, o Peyğəmbərin bir hissəsidir. Ona ağlayan, Peyğəmbər ağlayıb. Ona matəm saxlayan, Peyğəmbərə matəm saxlayıb. Necə ola bilər Peyğəmbərin bir digər cühəsinə, bir hissəsinə biz ağlamayaq? Ona matəm saxlamayaq? Necə ola bilər Yaqub Peyğəmbər Quran-ı Kərimə əsasən əleyhissalam oğlu Yusufun sağ olduğunu bilirdi. O itdiyinə görə, ondan ayrı düşdüyünə görə illərlə ağladı. 40 il deyənlər var. Onu qovuşdu. İndi Peyğəmbər Allahın salamı olsun ona və Əhl-i Beytinə sağ olsaydı, qızının bu müsibətlərini görsəydi, durub gülərdi, yoxsa ağlayardı, matəm saxlayardı. Biz bunu edirik. Bizim əqidəmiz budur. Əlavə də bu məclislərin faydası var. Birini deyirəm sizə. Xanım Fatimə Zəhra salamu aleyhanın ləqəblərindən biri budur. O, Ummul Əimmədir, imamların anasıdır. İmamlarımız danışan edirlər, anamız Fatimə. Hətta hədisdə var, Peyğəmbər ona künyə verib. Ümmü Əbiha, atasının anası. Fəlsəfəsi izahı var. Peyğəmbərin anası olan, imamlarımızın anası olan, Peyğəmbərin buyurduğuna görə hətta Peyğəmbər buyurur ki, qızım, sən möminlərin də anasısan. Belə bir xanımın mərasimini qeyd etmək, ona matəm saxlamaq, Peyğəmbərin, bütün imamların diqqətini özünə cəlb etməkdir. İmamlar onların anasının matəmini qeyd edənlərə bozluq almazlar. Bizim ata-anamıza başsağlığı verənlərə biz sevinirik, razı qalırıq. Sağ ol, saydın. Anamın vəfatında, mənim müsibət günümdə mənim yanımda oldun.
Gəlməyənlərdən incirik baş sağlığına, niyə gəlmədin? Bildin. Amma indi adi insanlar bunu görürsə, Peyğəmbər kimi şəxs özünə ana seçdiyi, imamların özünə ana dediyi bir şəxsin matəm günlərini qeyd edənlər onlar necə baxarlar? O məclislər Peyğəmbər və Əhl-i Beytin diqqətində olduğu, onların məhəbbəti olduğu məclislərdir. Allahın övülü Peyğəmbər və onun pak Əhl-i Beytinə Allah təala bizləri xanım Fatimə-i Zəhra Salamullah əleyhanın məhəbbətini qazananlardan, onun məclisini layiqincə keçidənlərdən qərar versin.